Bakıda akademiyaya qəbul olunub təhsil almaq istəyənə qarşı dələduzluq edilib. Zərər çəkən Vahid Əmiraslanov iş yerindən diplom tələb olunduğu üçün akademiyalardan birinə qəbul olunmaq istəyib. Bunu eşidən 48 yaşlı Altay Babayev bu işdə ona kömək edəcəyini deyib. Bunun üçün Vahiddən 6500 manat istəyib. İttiham aktına görə Altay Vahidə deyib ki, həmin pul qarşılığında akademiyanın radioelektron avadanlıqları fakültəsinə qəbul olunub, qiyabi təhsil alacaq və 4 il sonra diplomu əldə edəcək. Lakin o aldığı 6500 manat əvəzinə vədini yerinə yetirməyərək Vahidi aldadıb. Nəticədə zərər çəkən məcbur qalaraq polisə şikayət edib. Şikayətdən sonra Altay saxlanılıb və barəsinə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsinə bildirib ki, dəymiş ziyanı zərər çəkənə tam ödəyib və əməlindən peşmandır. Həmçinin dələduzluqla əldə etdiyi 6500 manatın 25%-ni dövlət nəfinə köçürüb. Buna görə məhkəmədən cinayət işinə xitam verilməsini xahiş edib. Xəzər rayon məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Altay Babayev məsuliyyətdən azad olunub.